Salam dəyərli dostlar, əziz həmkarlar, abituriyentlər, hər vaxtınız xeyir olsun. Ədəbiyyat dərsimizə davam edirik. Sizin xahişinizlə aşıq yaradıcılığı mövzusunda danışacağıq. Yəni bugünkü mövzumuz aşıq yaradıcılığı olacaq. Və beləliklə başlayırıq aşıq yaradıcılığı. Görək aşıq yaradıcılığı nədir? Aşıq yaradıcılığı Azərbaycan şifahi xalq ədəbiyyatının ən böyük və ən zəngin qoludur. Yəni şifahi xalq ədəbiyyatı artıq nə olduğunu biz onu bilirik. Şifahi şəkildə yaranan, yayılan, yaşayan, bugünümüzə qədər gəlib çatan ədəbiyyatın birinci böyük qolu şifahi xalq ədəbiyyatıdır. Və şifahi xalq ədəbiyyatının da bir qolu, mühüm bir hissəsini aşıq yaradıcılığı təşkil edir. Aşıq yaradıcılığına biz deyirik şifahi xalq yaradıcılığıdır, amma bir şey qeyd eləmək lazımdır ki, aşıq yaradıcılığı şifahi xalq ədəbiyyatından həm də müəyyən xüsusiyyətlərinə görə fərqlənir. Bu xüsusiyyətlər nədir? Əsas xüsusiyyət aşıq yaradıcılığını şifahi xalq ədəbiyyatından fərqləndirən xüsusiyyət budur ki, aşıq yaradıcılığında söhbət aşıqlardan gedir. Yəni burada müəllif olur. Aşıqlar müəlliflərdir. Və sual oluna bilər ki, niyə görə müəllifi ola biz aşıq yaradıcılığını yazılı ədəbiyyat deyil, şifahi xalq ədəbiyyatı kimi bilirik, tanıyırıq və ora aid edirik. Səbəb nədir? Səbəb odur ki, aşıqlar aşıq yaradıcılığı yazılı ədəbiyyatdan fərqli olaraq əsərlərini yazmayıblar. Yəni aşıq axşamdan oturub düşünməyib ki, mən bu qoşmanı, bu gərayını, bu təznisi nə isə yazmayıb. Onların çoxu heç yazmaq bilməyiblər. Aşıqlar sadəcə bədahətən məclislərdə, xüsusən el şənliklərində, xalq arasında olan tədbirlərdə, toylarda bədahətən, özlərindən bədahətən şeirlərini qoşub deyiblər. Şifahi olaraq deyiblər. Və bu şifahi olaraq deyilən şeirlər xalqın istedadlı adamlarının hafizəsində qalıb, onlar əzbərdən bunları söyləyiblər, bir-birlərinə söyləyərək, əzbərləyərək, yayılıb, yaşayıb və bizim bugünümüzə gəlib çatıb. Biz aşıq yaradıcılığının tarixinə nəzər salsaq görərik ki, bunların yazıya alınması sonraki dövrə aiddir. Biz aşıq yaradıcılığından danışarkən bir şey də qeyd eləməliyik, xüsusi olaraq qeyd eləməliyik ki, aşıqlar el arasında təkcə çalmaq, oxumaqla, təkcə eli, obanı şənləndirməklə, toy məclislərini, tədbirləri, bayramları aparmaqla qalmayıblar. Ümumiyyətlə, aşıq deyəndə elə bil insanlar xalqı düşünür. Çünki aşıqlar həmişə xalqın yanında olub, adamların yanında olub, adamların xeyir işində başda oturub, adamlara yol göstərib, adamlara doğrunun, haqqın, ədalətin yanında olmaqla həm də onlara bir növ örnek olublar. Ona görə aşıqları həm də el ağsaqqalı deyiblər. Bəzən hətta el anası deyiblər. Xalq heç bir sirrini aşıqdan gizlin saxlamayıb. Kiminsə bir problemi var idisə, aşıqdan gedib məsləhət alıb. Beləliklə, aşıqlar yalnız çalıb oxumaq deyil, həm də ağsaqqal kimi xalq arasında böyük nüfuza malik olublar. Aşıqlar, onu deyim ki, bizə zamanımıza adı gəlib çatan ilk aşıq hələlik Qurbanı hesab olunur. Şah İsmail Xətainin sarayında da yaşamış aşıq Qurbanı hesab olunur. Və ondan sonra, aşıq Qurbandan sonra yaşayıb yaradan yəqin ki, çox aşıqlar olub. Amma olan əlbəttə ki, müəyyən hissəsinin adı, yaradıcılığı bizim bugünümüzə qədər gəlib çatıb. Hafizələrdə qorunaraq, şifahi ədəbiyyat nümunələri kimi hafizələrdə qorunaraq bizim bugünkü günümüzə qədər gəlib çatıb. Aşıqlar iki cür olublar. İki qismə bölünürlər.
Yəni belə deyək, iki qrupa bölünürlər. Düzdür, aşığı bölmək düzgün deyil. Bu ədəbiyyatın qolu deyil, bu şeirin janrı deyil. Amma bir-birindən fərqli xüsusiyyətə malik olduqlarına görə biz onları iki qrupa bölürük. Birinci budur, ustad aşıqlar. İkinci isə peşəkar ifaçı aşıqlardır. Bunların bir-birlərindən fərqi nədir? Birinci budur, ustad aşıqlar. Ustad aşıqlara həm də yaradan aşıqlar deyirik, yaradıcı aşıqlar deyirik. Yaradıcı aşıqlar nə deməkdir? Bu deməkdir ki, ustad aşıqlar yaradırdılar. Nə yaradırdılar? Baxın, onlar həm şeir qoşurlar, öz şeirləri. Yəni, aşıq şeirlərini yaradan onlar olub. Aşıq şeirlərini bünövrəsini qoyan onlar olub. Aşıq havalarını yaradan onlar olub. Musiqisini, yəni aşıq musiqisini. Demək, ustad aşıqlar həm şeir qoşublar, həm musiqi. Onu da qeyd eləyək ki, bugünə qədər 72 aşıq musiqisi, yəni aşıq havası məlumdur. Musiqi, xalq musiqisi deyirik bunlara. Bu musiqini növü yaradan da, şeirlərini yaradan da ustad aşıqlar olublar. Və onlar həm də gözəl müğənnilik bacarıblar. Yəni, ustad aşıqlar şeirləri, oxuduqları aşıq musiqisinin müəllifi özləridir. Şeirlərin də müəllifi özləridir və özləri də ifa eləyiblər. Ona görə biz bu aşıqlara yaradan, yaradıcı aşıqlar, ustad aşıqlar deyirik. Bizdə ustad aşıqlarımız əlbəttə ki, çox olub. Biz bunlardan aşıq birincisi elə zamanımıza qədər adı gəlib çatan Aşıq Qurbanini, Aşıq Abbas Tufarqanlını, Xəstə Qasımı, Saraşıq, Ləzgi Əhməd, Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Şəmşir, Aşıq Hüseyin Cavan və başqaları çoxdur. Ustad aşıqlar, yaradan aşıqlarımız çoxdurlar. Onlardan orta məktəb dərslərində sadəcə 4-ünün adı çəkilir. Gərək ki, Aşıq Ələsgərin, Aşıq Şəmşirin, Aşıq Hüseyin Cavanın, bir də gərək ki, Abbas Tufarqanlının adı çəkilir. Amma digərlərdə, yəni çoxdular. Burada mən sadəcə bir neçəsinin adını burada qeyd eləmişəm. İlki Aşıq Qurbanidir və ondan sonra Aşıq Qurbaniyə ona görə bəzən aşıqların babası deyirlər, aşıqların atası deyirlər. Çünki o adı zamanımıza gəlib çatan ilk aşıqdır. Bu aşıqlar, yəni yaradan aşıqlar, ustad aşıqlar dediyimiz, demək yaratdıqlarına görə biz onlara yaradan, yaradıcı ustad aşıqlar deyirik. Digər qism aşıqlar isə ifaçı aşıqlardır. İfaçı aşıqlar, yaşadan aşıqlar deyirik bunlara. Onların gözəl səsləri olur, onların gözəl musiqi oxumaqları, yəni gözəl səsləri olur. Gözəl də çalmaq qabiliyyətləri olur. Sadəcə bu aşıqlar şeir qoşmağı bilmirlər. Söz yaratmağı bilmirlər. Bu aşıqlar, ona görə biz onları yaşadan aşıq deyirik ki, onlar öz sözlərinin yox, digər aşıqların, ustad aşıqların şeirlərini, onların yaratdıqlarını əzbərləyirlər, məclislərdə oxuyurlar və yaşadırlar. Bir növ belə desək, yaşadırlar. Bu ifaçı aşıqların, yaşadan aşıqların, onların bir növ hünərinə, onların səmərətinə, onların fəaliyyətinin nəticəsi olaraq bizim bugünümüzə qədər aşıq şeirlərinin nə qədər nümunələri gəlib çatmışdır. Demək, yaşadan aşıqlarında ustad aşıqlar qədər əhəmiyyətləri çoxdur, böyükdür. Deməli, ustad aşıqlar şeir qoşmaq bacar, yəni həm şairlikləri, həm bəstəkarlıqları, həm də müğənnilik bacarıqları, qabiliyyətləri var. Rəqsi də əlavə eləmək olar bura, çünki onlar həm də rəqs eləyib oynayırlar məclislərdə. İfaçı aşıqlar isə söz qoşmağı bilməsələr də musiqi duyumları ilə, musiqi bacarıqları ilə, gözəl səsləri oxumaları ilə aşıq şeirini yaşadıb zamanımıza qədər gəlib çatıblar. İfaçı aşıqların dərsliklərdə verilən adları Aşıq Əmrə, Aşıq Kamandar, Aşıq Hüseyin Saraçlı və başqaları var ki, bu aşıqlar demək sadəcə yaşadıb aşıq sənətini bizim zamanımıza qədər gətirib çatdırıblar. Yəni bir növ bizə təhvil veriblər.
İndi artıq əlbəttə ki, kitab çapı var, çoxdur və ona görə də indi aşıqların şeirləri yazıya alınır, çap olunur. Amma zamanında bu aşıqların şeirləri sadəcə məclislərdə oxunan şeirlər olub. Aşıq şeirinin janrlarına baxaq indi. Əvvəlcə aşıq şeirinin hamısına aid olan ümumi xüsusiyyətlərə baxaq, bunlara nəzər salaq. Yəni, aşıq şeirinin növləri, janrları hansılardır? Hamısına aid xüsusiyyətlər. Birinci budur ki, aşıq şeirlərinin vahidi bənd olur. Şeir vahidi biz bilirik, misra, beyt, bənd. Aşıq şeirlərinin vahidi bənddir. Şəkli dörtlükdür, əsasən dörtlük. Yəni, biz bilirik şeir şəkli nədir? Misraların sayı ilə, hissədə olan misraların sayı ilə. Yəni, bilirik ki, beyt ikilikdir, misra təkdir, bənd isə 3, 4, üçlük, dörtlük, beşlik və s. Aşıq şeirində əsasən dörtlükdür. Əsasən ona görə deyirik ki, müxəmmətlər də var, onlar beşlik şəklində olur, başqa cürdə ola bilir. Aşıq şeirinin başqa bir xüsusiyyəti də budur ki, burada müəllifin adı verilir. Yəni, son bənddə biz bunu rast gəlmişik qəzəllərdə, qəsidələrdə ki, müəllifin adı verilir. Yadınızdadsa, qəzəldə son beytə məqtə beyt deyirdik. Amma burada son bəndində müəllifin adı verilir və həmin bənd möhürbənd adlanır. Möhürbənd. Möhür sözünün mənasını bilirik, peçat deyək, möhür. Yəni, elə bir son bənddə müəllif adını çəkməklə o şeirə öz möhürünü vurur ki, yəni, bu şeirin müəllifi mənəm, bunu demək istəyir. Və aşıq şeirlərinin qafiyə quruluşu da demək olar ki, hamısında eyni olur. Bunlar hansılardır? Hansı formada olur yəni? Birinci bənd, bütün aşıq şeirlərində birinci bənd A, B, C, B. Bu nə demək? Bu demək ki, birinci misra ilə üçüncü misra sərbəst, qafiyə deyil. Amma 2 və 4-cü misralar B, B. Bunlar bir-biri ilə qafiyə olur. Bu, bütün aşıq şeirlərinin birinci bəndinə aid. Digər bəndlərdə isə baxaq, D, 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 B. Bu demək ki, ilk 3 misra bir-biri ilə həm qafiyə olur. 4-cü misra, baxın, birinci bəndin B-si ilə, yəni ikinci, 4-cü misrası ilə həm qafiyədir. Eləcə də digər bəndlər 3, G, 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 B, yenə də bu bəndlərlə həm qafiyə olur. Və aşıq şeirinin hamısına aid olan xüsusiyyət budur. Bir də aşıq şeirləri heca vəznində yazılır. Bütün aşıq şeirlərinin vəzni heca vəznidir. Demək, aşıq şeirinin aşıq yaradıcılığına daxil olan şeirlərin janrlarını, yəni aşıq şeiri janrları qoşma, gəraylı, təcnis əsas bunlardır və qoşmanın növləri, bir də təcnisin də ayrı-ayrı növləri var. Bu xüsusiyyətlər isə, yuxarıda sadaladığımız xüsusiyyətlər isə aşıq şeirinin bütün növlərinə, əsasən bütün növlərinə, yəni çoxuna aiddir. Bir şey də qeyd edeyim ki, burada onu yazmamışam, hamısına aid olan bir xüsusiyyət də budur ki, aşıq şeirlərinin hamısına aid olan bir xüsusiyyət də budur ki, bənddə misraların sayı tək olur. Bəndlərin sayı daha doğrusu tək olur. Yəni, tək bənd. Yəni, məsələn, 3 bənd, 3-dən keçsə 5, 5-dən artıq olsa 7, 3, 5, 7, 9 və s. şəklində bəndlərin sayı mövcud olur. Deməli, aşıq şeirinin hamısına aid olan əsas xüsusiyyətlər bunlardır. Deyirik ki, bəndlərin sayı tək olur, düzdür. Cüt bənd olan şeirlər də var. Ola bilsin ki, həmin o cüt bəndlər, axı biz dedik ki, şifai gəlib zamanımıza qədər çatıb. Bir bənd ya itib və yaxud da elə ola bilsin ki, elə o qədər cüt olub. Əsasən bəndlərin sayı tək olub. Bax, bu da belə indi aşıq şeirinin bütünlükdə növlərinə, bütün janrlarını ayrı-ayrı nəzərdən keçirdək. Demək, qarşımızda gördüyümüz bu şeirə baxaq. Əzəl axır başımıza bəlasan. Həsrətin bağrımı kəsdi a dünya. Doğan budur səni viran qalasan. Məni qoydun könlü yaslı a dünya. Qafiyə quruluşuna, sisteminə baxsaq,
Birinci bəlasan A dünya B, qalasan A deyəcəyik buna, amma bu yəqin ki təsadüfdəndir. Məni qoydun könlü yaslı A dünya. Burada yenə də B olacaq. Deməli A dünya eyni təkrar olduğuna görə biz bilirik ki bu rədifdir. Kəsdi, yastı. Burada da kəsdi və yastı. Yaslı sözüdür, amma tələffüz zamanı könlü yaslı, könlü yastı. Belə tələffüzünə görə bu şəkildə qafiyələnib. Və digər bəndlərə baxsaq, iylətdin, göynətdin, oynatdın, dəstə. Bu da B. Deməli D, B və s. şəklində gedir. Həmçinin son bəndinə baxsaq, yəni digər bəndlər də bu şəkildə getdiyinə görə, bir də son zənginə baxsaq, axır verdim, atqaz etdin ərzəmi, unutturdun sənətimi, fərzimi, işin qanıb çevirmişəm üzümü, Molla Cümə səndən küstü A dünya. Son bənddə görürük Molla Cümənin adı var, demək müəllifin adıdır bu və bu aşıq şeirinin janrı növüdür. Və hecaları saysaq, əzəl, axır, başımıza bəlasan. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 11 hecalı görürük. 11 hecalıdsa, demək bu şeirin janrı qoşmadır. Ona görə də yadda saxlayırıq. Qoşma, aşıq şeirinin janrlarından birincisi çox işlənəni qoşmadır. Qoşmanın əsas xüsusiyyəti 11 hecalı olmasıdır. Bayaq dediyimiz o sadaladığımız xüsusiyyətlər əlbəttə hamısı bura aiddir. Baxırıq, şeirin vahidi bənddir, bəndlərlə yazılıb görürük. Şəkli dörtlükdür, görürük, hər bəndlər 4 misra var. Qafiyə sisteminə baxdıq. Sonra bəndlərin sayına baxırıq, 1, 2, 3, 4, 5 bənddən ibarətdir. Demək, bu xüsusiyyətlər qoşmanın əsas xüsusiyyətidir. Bir şey də qeyd edeyim, düzdür, burada bu başqa mövzudadır. Burada göstərdiyim qoşmanın mövzusu fərqlidir. Şifahi xalq ədəbiyyatında qoşma məhəbbət şeiri hesab olunur. Demək, şifahi xalq ədəbiyyatının, yəni aşıq şeirində qoşma, yazılı ədəbiyyatda isə qəzəl məhəbbət şeiri hesab olunur. Digər şeirə baxsaq, bivəfadan aşına tutma, könül sənə demədimmi? Yaradan haqqı unutma, könül sənə demədimmi? Nəsiyyətdən çıxma ginən, özün oda yaxma ginən, hər yetənə baxma ginən, könül sənə demədimmi? Aşıq şeirinin növü burada saysaq görəcəyik ki, hecaların sayı 8-dir. 1, 2, 3, 4, 5, 6, 7, 8 və 8 hecalı olduğuna görə yadda saxlayırıq ki, bu gəraylıdır. Yəni, gəraylı şeiri 8 hecalı olur. Son bənddə də ey könül qazanın daşır, dərdi qəmin başdan aşır, Molla Cuma gözdən düşür, könül sənə demədimmi? Burada yenə də Molla Cumanın şeiri gəraylı şəklində yazılmış şeir. Qoşmanın ayrı-ayrı növləri var. Ekranda indi görürsünüz bu növ, baxaq indi tovuz kimi qalxdın çeşmə başından, bütün gözəllərin gözəli güllü. Almadı yanağın, bilnur buxağın, dodaqların meyli, məzəli, güllü. Gözəlin tərifidir. Güllü adlı bir gözəlin tərifinə həsr olunub. Bu cür şeirə biz deyəcəyik gözəlləmə. Yəni, gözəllərin tərifinə həsr olunan şeir. Yadda saxlayaq ki, gözəlləmə məhəbbət şeiri demək deyil. Məhəbbət şeiri başqadır, gözəlin tərifi isə başqadır. Bu gözəli müəllif əgər aşıq tərif eləyirsə, bu demək deyil ki, həmin gözələ aşıq elə aşıq olub. Elə bir şey yoxdur. Burada sadəcə gözəlin tərifidir. Bu gözəlin tərifində toylarda, məclislərdə kimlərinsə xahişi ilə aşıq elə bədayətən məclisdə söyləyir, özündən bədayətən deyir və elə bir sifarişlə deyir və onu sifariş eləyən insan da yadında saxlayır. Aşıq şeirinin digər janrlarına baxaq. Ustadnamə. Ustadnamə nədir? Ustadnamə, ustad aşığın öyüd nəsiyyəti deməkdir. Qoşmanın növü hesab olunur. Yəni, ustad aşıq öyüd nəsiyyət vermək məqsədi ilə hikmətamiz qoşmalar söylüyor. Biz buna ustadnamə deyirik. Ustadnamə. Ustad bayaq dedik. Ustad aşıq və ustad aşığın öyüd nəsiyyəti.
Bu dünyanı mən təcrübə elədim. Namərd körpü salsa, onda ad olmaz. Bir mərd ilə ağı yesən şirindir, 100 namərdlə şəkər yesən, dad olmaz. Görsüz öyüd nəsiyyət. Bu Ustad Naməd. Qıfılbənd başqa bir də aşıq şeirinin növlərindən biri qıfılbənd adlanır. Qıfılbənd nədir? Qıfılbənd iki aşığın dəyişməsi zamanı. Demək belə bir şeylər olurdu o vaxtı. İki aşıq dəyişirdi. Hardasa bir məclislərdə bütün millət, kənd əhli yığılırdı ki, aşıqlar dəyişəcəklər. Bir aşıq hansısa bir musiqidə, aşıq musiqisinin birində çalıb, özündən bir qoşma oxuyurdu və həmin qoşmanın, yəni bir bəndini oxuyurdu. O bir bəndlik qoşma sual şəklində sual idi. Digər aşıq isə, əslində belə baxanda böyük sənətdir bu. Digər aşıq, deməli, birinci bənd oxunandan sonra aradakı kiçik musiqi fasiləsi olur. Həmin o musiqi fasiləsində ikinci aşıq həm o sualın cavabını tapmalıdır, tapmacanın cavabını tapmalıdır. Həm onu şeir şəklinə salmalıdır, həm o sualı verən adam hansı aşıq havasında oxuyubsa o havada oxumalıdır. Eyni zamanda qafiyə nədirsə, həmin qafiyəni də saxlamalıdır. Və sonra bu aşıq digər aşığa sual verirdi. Baxaq, indi burada bir qıfılbənd verilib. Ləzgi Əhməd, heç vəsfindən doymazlar. O nədir ki, götürərlər, qoymazlar. Kimlərdir ki, məzarı yox, yumazlar. Bu nə qonaq qondur, bu nə köça köç. Bax, bu Ləzgi Əhmədlə Xəstə Qasımın dəyişməsindən verilən bir qıfılbənd. Aşıq şeirinin digər növü, daha doğrusu qoşmanın başqa bir növü vücudnamədir. Vücudnamə, vücud nədir? Bədən, insanın bədəni. Ayrı-ayrı yaş dövründə insanın bədəninin aldığı forma, insanın yaş dövrünün xüsusiyyətləri burada sadalanır. Məsələn, burada bir nümunə vermişik. 1 yaşımda məni hamı eşitdi. 2 yaşda cismim, özüm bərkidim. 3 yaşında ətim, sümüyüm bitdi. 4 yaşımda qalxıb ayağa gəldim. Deməli, 1, 2, 3, 4 yaşına qədər. İnsan anadan olandan ölümünə qədər ayrı-ayrı yaş dövrünün xüsusiyyətləri burada verilir. Aşıq şeirinin digər məşhur əsas növlərindən biri də təcnisdir. Təcnis nədir? Təcnis əsas xüsusiyyəti. Təcnis deyən kimi ümumiyyətlə insan birinci düşündüyü cinas sözü olur. Çünki təcnisdə qafiyələr cinas sözlərdən ibarət olur. Biz cinas sözləri nə olduğunu da bilirik. Yazılışı eyni, tələffüzü eyni, amma mənaları fərqli olan sözlər. Dilçilikdə amonimlər. Amma amonim olmaya da bilər. Yəni burada cinasdan qafiyələr cinas olan sözlər amonim ola da bilər, olmaya da bilər. Burada bir nümunə verilib. Mən qurban eylərəm yara canımı. Götürüb doğruya yara canımı. Alıb təpə dırnaq yara canımı. Bilmirəm dərmanı ay ana, ana. Bax burada görür yara canımı, yara canımı, yara canımı 3 misrada var, amma mənaları fərqlidir. Birinci misrada öz canımı yarıma qurban eləyərəm mənasında. İkinci misrada götürüb mənim canımı, bədənimi doğruya, yara, parçalaya mənasında. Üçüncü misrada isə bütün bədənimi yara bürüyüb o mənada işlənir. Demək bunlar cinasdır və cinas olduğuna görə biz bu şeir janrına təcnis deyirik. Təcnisin özünün də ayrı-ayrı növləri var. Birinci cığal təcnisdir. Cığal təcnis budur ki, baxın, belə deyək, məsələn, bu cığal təcnisdir. Baxın, cığal təcnisin bir bəndidir. Bax, bu bənddə bilirik ki, 4 misra olur da, bir bənddə 4 misra olur. Bu birinci misra, bu ikinci misra, bu üçüncü misra, bu da dördüncü misra. 1, 2, 3, 4. Və bu hər bənddə, bütün bəndlərin ortasında, arasında, yəni ikinci misra ilə üçüncü misranın arasında. Bax burada. Bir dənə bayatı verirlər. Həmən bayatıya deyirlər cığa. Cığa bəndi. Cığa bəndi olduğuna görə, içində cığa olduğuna görə biz buna cığal təcnis deyirik. Yəni bayatılı təcnis, belə deyək. Amma bu cığa necə olsa ola bilməz. Həmin o bayatının, yəni cığa bəndin qafiyəsi bəndin ümumi qafiyəsinə uyğun olmalıdır. Yəni nətər, baxın, Xəstə Qasım cananına can deyə, can danışa, can eşidə, can deyə. Yox vəfalı can deyən də can deyə,
Bivəfasan çək əlini üsə-üz. Demək can deyə sözləri qafiyədir. Baxın burada da bax bayatiyə da baxaq. Aşıq deyər can deyə. Vəfalına can deyə. Görmədim hər caylar cananına can deyə. Bayatı əlbəttə ki öz sistemində, qafiyə sistemində, yəni A, B, A şəklində olmalıdır. O şəkildə də olur. Sadəcə qafiyəsi, əsas qafiyə bəndin ümumi qafiyəsi ilə eyni olmalıdır. Tədnisin digər növü dodaq dəyməz. Tədnisli dodaq dəyməz. Tədnisin əsas xüsusiyyəti budur ki, burada dodaq dəyməz tədnisdə dodaq samitləri iştirak etmir. Dodaq samitləri də bilirik M, P, B. M, P, B. Bu samitlər dodaq bir-birinə dəydiyinə görə şeirdə bu samitlərdən istifadə olunmur ki, dodaq bir-birinə dəyməsin. İcazə verirlər yalnız o halda ki, bilirik ki, son bənddə müəllifin adı verilməlidir. Əgər müəllifin adında bu 3 samitdən biri varsa, o necə deyirlər, bir növ ona icazə verilir. Yəni belə deyək, başqa bir halda yox. Səyyad dəryalarda alar cəng ələ. Həsrət çəkər, çiskin gələ, çəngələ. Əzrail sinəni çəkər çəngələ, qəssab qaş eləyər, ay ağa ağa. Ayaqlı bir də ayaqlı tədnis var. Ayaqlı tədnis də budur ki, baxın, bax bu 4 dənə misra, aşağısında bir dənə yarım misra olur. Aşıq gərək bu meydanda bir qala. Eşq odunu bir ətəklə bir qala. Ələskərdir Xeybər kimi bir qala. Bacara bilməzsən dur yerində pəs, danışma əbəs. Bax burada da, bu da ayaqlı tədnis, aşıq şeirinin növü olan ayaqlı tədnisdir. Və aşıq şeirinin növlərindən biri də divanidir. Divani ekranda gördüyünüz bu şeir janrı divanidir. Burada 15-16 heca, misralda 15-16 heca olur. Belə əgər 15-16 heca varsa, bu şeir janrı divani adlanır. Bir şey də qeyd edeyim ki, aşıq şeirin janrların içərisində bir də müxəmməs də var. Amma müxəmməs əlbəttə ki, yazılı ədəbiyyatdan şifahi xalq ədəbiyyatına keçib, şifahi ədəbiyyatdan qoşma yazılı ədəbiyyata, yazılı ədəbiyyatdan da müxəmməs aşıq yaradıcılığına keçib, şifahi xalq ədəbiyyatına keçib, yəni o da var. Bax, beləliklə bugünkü dərsimiz başa vurduq. Hələlik sağ olun. Hər birinizə uğur, müvəffəqiyyət arzusu ilə dərsi yekunlaşdırım və bir də xahiş edirəm, bəyənməyi unutmayın. Rəy yazsanız çox gözəl olar. Sağ olun, var olun, hələlik.